Salam gənclər, MAQ-ə baxırsınız. Dostlar, texnologiya inkişaf etdikcə iş dünyası da dəyişir. Artıq evdən çıxmadan işləmək, dünyanın istənilən yeri ilə işgüzar əlaqələr qurmaq mümkündür. Amma onlayn işlər nə qədər etibarlıdır? Mövzunun açıqlaması süjetimizdə, müzakirəsi isə qonağımızla olacaq. Son illərdə onlayn işlər dünyada sürətli populyarlaşır. İnsanlar ofisə getmədən evdən və istənilən yerdən çalışaraq qazanc əldə edə bilirlər. İş qrafikini özləri müəyyən edə, vaxtlarını daha səmərəli idarə edə bilirlər. Bundan əlavə, sərhədsiz imkanlar təklif edən internet sayəsində insanlar dünyanın istənilən nöqtəsindən işləyə bilirlər. Lakin bu cür işlərin etibarlılığı daim müzakirə mövzusu olaraq qalır. Əslində, bu işlərin bəziləri tamamilə güvənlidir və hətta ənənəvi ofis işlərindən daha sabit qazanc gətirə bilər. Amma eyni zamanda dələduzluq halları da az deyil. Xüsusilə də işləmədən pul qazan vədləri, şübhəli platformalar və ilkin ödəniş tələb edən elanlar. Yaxşı, bəs bu hallardan necə qaçaq? Bugün onlayn işlərin nə dərəcədə etibarlı olduğunu müzakirə etdik. Amma başqa bir vacib məqam da var ki, uzun müddət ekran qarşısında oturaraq işləmək sağlamlığımıza necə təsir edir? Oturaq işlər, hərəkətsizlik sağlamlığımıza necə təsir edir? Oturaq iş və oturaq həyat tərzi əsnasında sağlamlığında ciddi problem yaşayan pasientlərimiz var və bununla bağlı bizə təəssüf ki, çox sayda müraciət var. Hansı ki, bu bir neçə patologiyalara və xəstəliklərə səbəb ola bilir. İlkin mərhələdə xüsusilə qeyd etmək istərdim ki, oturaq həyat tərzi və oturaq işlə məşğul olan insanlarda kardioloji problemlər daha çox üzə çıxır. Hansı ki, ürək-qan damar sistemi patologiyaları bunu misal olaraq göstərmək olar. Növbəti olaraq piyələnmə və diabet aspekti öz sözünü deyir. Sonra eyni zamanda deməli əzələ və skelet sisteminin patologiyaları burada başlayır. Hansı ki, onurğanın müxtəlif patologiyaları, onurğa qamət əyrilikləri, skalyoz, lordoz, kifoz, kifoskalyoz olmaqla, çanağın müxtəlif asimetriyaları, boyun lordozu, boyun qamət əyriliyi burada öz sözünü deyir və bunlar da hər biri bizim sağlamlığımızda çox mənfi təsir edir. Eyni zamanda xüsusilə qeyd etmək istərdim ki, oturaq həyat tərzi yaşayan insanlarda onurğa radikulopatiyaları daha çox özünü göstərir. Hansı ki, fəqrə arası disk yırtıqları, protruziyalar, mexaniki sıxılmalar və s. olmaqla bunlar dəyişir. Bəs Şamil bəy, bu problemi aradan qaldırmaq üçün nə məsləhət görürsünüz? İlkin olaraq məsləhətimiz dincəlmədir təbii ki və balanslaşdırılmış iş rejimi olmalıdır və eyni zamanda hər saat ərzində bir neçə dəqiqə yürüyüş və ya yerində hərəkət etmə, xüsusilə də yerində idman etmək də olar, hansı ki, yəni bir neçə dəqiqə ərzində. Gündəlik fiziki fəaliyyət və eyni zamanda fərdi fiziki hazırlanmış məşq proqramı burada bilavasitə rol oynaya bilər ki, hansı ki, biz bu kimi patologiyalardan uzaq qaçaq və eyni zamanda biz üzgüçülük, velosiped, yürüyüş, bu kimi fəaliyyətlərlə və məşğuliyyətlərlə fiziki sağlamlığımızı yaxşılaşdıra bilərik və əgər pasientlərimizin və ya ümumiyyətlə şəxsin fiziki imkanları imkan verirsə, gün ərzində 30 dəqiqə intensiv yürüyüş etmək onun üçün daha faydalı olardı. Yeri gəlmişkən mövzumuzdan kənarlaşsaq da, onu xüsusilə qeyd etmək istərdim ki, bir çox şəxslər hansı ki, oturaq iş və fiziki aktivitəsi zəif olduğu halda, hansı ki, gərgin iş rejimində çalışır və sonradan gərgin iş rejiminin sonunda artıq heç bir mütəxəssisin və ya həkimin rəyi olmadan trenajyorlarda və ya digər xüsusi proqramlarla ağır məşqlər keçir və bu da onun əzələ və skelet sistemində, oynaqlarında sonradan daha da mənfi fəsadlara gətirib çıxarır. Bu baxımdan məsləhət görərdik ki, ümumiyyətlə oturaq həyat tərzi yaşayan insanlar və oturaq işlə məşğul olan insanlar birmənalı olaraq hər hansı bir
işə başlamamışdan qabaq və ya öz sağlamlığını önləmək üçün və bu haqqda xüsusi mütəxəssislərlə və bu üzrə çalışan mütəxəssislərlə məsləhətləşərək artıq öz müalicələrini, öz sağlamlıqlarını təmin etmiş olsalar, onlar üçün daha faydalı olardı. İndi isə sizə Braziliyanın ritmini və enerjisini gətiririk. Capoeira bir idman, sənət yoxsa həyat dərsi? Bu möhtəşəm döyüş sənətini daha yaxından tanımağa hazır olun. Capoeira Braziliyada yaranmış musiqi, rəqs və döyüş sənətini özündə birləşdirən unikal bir mədəniyyətdir. 16-cı əsrdə Afrikadan gətirilən kölələr öz azadlıqları uğrunda mübarizəsini bu sənətdə simvolizə edirdilər. Capoeira təkcə döyüş texnikası deyil, həm də bir həyat fəlsəfəsidir. Elastiklik, ahəng və musiqi ritmləri ilə birləşən bu sənət dünyada böyük populyarlıq qazanıb. 20-ci əsrdə Capoeira Braziliyanın milli mədəniyyətinin rəmzlərindən birinə çevrildi. Bu gün dünyanın bir çox ölkəsində Capoeira məktəbləri fəaliyyət göstərir. ABŞ, Fransa, Yaponiya, Almaniya kimi bir çox ölkələrdə Capoeira festivalları və yarışları keçirilir. Capoeiranın UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınması onun beynəlxalq səviyyədə dəyərini bir daha da vurğulayır. Azərbaycanda Capoeira son illərdə populyarlaşmağa başlayıb. Xüsusilə gənclər arasında bu sənətə maraq böyüdür. Dinamikliyi, musiqi ilə ahəngi və akrobatik hərəkətləri Capoeiranı cazibədar edir. Bakı və digər böyük şəhərlərdə Capoeira klubları açılır. Ustad dərsləri və nümunəvi çıxışlar təşkil olunur. Capoeira təkcə bir döyüş sənəti deyil, o azadlığın, musiqinin və harmoniyanın simvoludur. Azərbaycanda bu sahənin inkişafı, yerli gənclərin marağı və bu sənətə olan sevgi Capoeiranın burada daha da populyarlaşacağını göstərir. Bu, mədəniyyətlər arası körpü rolunu oynayan unikal bir sənətdir və Azərbaycanda da bu körpü getdikcə möhkəmlənir. Sahibkar, təsisçi Türkan xanım Fərzəliyeva qonağımızdır. Türkan xanım, xoş gəlmisiniz. Xoş gördük İbrah xanım. Necəsiz? Yaxşıyam, təşəkkür edirəm. Siz necəsiniz? Çox sağ olun. Türkan xanım, biz bugün onlayn işlərin nə dərəcədə etibarlı olduğundan danışırıq. Gəlin əvvəlcə ondan başlayaq ki, hansı onlayn işlər var? Ümumilikdə əslində hal-hazırda pandemiyadan sonra daha çox onlayn işlər var, amma daha çox tələb görən işlər proqramistlərdir, hansı ki onlar çox rahat şəkildə tapa bilirlər işləri. Rəqəmsal sahədə olan, istər marketinq olsun, istər digər sahələrdə olan işlərlə bağlı daha çox iş elanı tapmaq mümkündür. Və sizcə nə qədər etibarlıdırlar? Bu artıq elan verən şirkətin onun vergi ödəyicisinin olmağı və s. rəsmi qeydiyyatda olmağı ilə bağlı olan bir haldır. Buna görə əslində şirkəti araşdırıb, daha sonra işə CV göndərmək daha məntiqli ola bilər. Çünki bir çox hallarda fırıldaqçılıq halları da baş verə bilir. Ona görə şirkəti çox yaxşı araşdırmaq lazımdır ki, gələn müqaviləni və paylaşılan şəxsi məlumatları düzgün şəkildə məlumat mübadiləsi baş versin orada. Sizcə ən çox qarşılaşdığımız dərəcəzliklər hansılardır onlayn işlərlə bağlı? Daha çox diqqət olunmalı olan məqam olur ki, şəxsi məlumatları çox istəyirlər. Daha çox şəxsi identifikasiya kartlarını, şəxsiyyət vəsiqələrini və bir də ödəniş istədikləri zaman artıq o şirkətlərdən qaçmaq lazımdır. Çünki heç bir iş yeri əməkdaşı işə cəlb edəndə ödəniş almır. Doğrudan çox qəribədir. Bəli, ödəniş istəyən şirkətlər var və bunlar daha çox fırıldaqçılardır. Baxın, kifayət qədər etibarlı onlayn iş platformaları var. Yəni çalışanlar da var tanıdıqlarımız arasından, amma məsələlər bilirsiniz nədən ibarətdir? Elanlar. Çox şübhəli elanlar olur. Fantastik rəqəmlər təklif eləyirlər. Nə bilim 1 saatda 800 manat qazanacaqsan, nə edəcəksən? Sizə onlardan birini oxumaq istəyirəm. Hətta yolda bura gələndə qarşıma çıxdı. Deməli elan belə başlayır. Gündəlik həyatınızda olduğu kimi tətbiqdə də söhbətləşərək pul qazana bilərsiniz. Həftəlik qazanc 135 AZN ilə 500 AZN arasıdır. Onu da qeyd edək ki, iş yalnız xanımlar üçündür. Bu artıq yetərli bir səbəb ola bilir. Çünki ümumiyyətlə bir müəyyən bir kapasitə deyilən bir
prosedur var da, iş yerlərinin əməkdaşlara nə qədər məvacib verə bilməyi ölçülür və bu orta bazar dəyərində hamıya bilinən bir məsələdir. Və iş elanında ünvanı qeyd etmirlər, şirkətin veb-saytı yoxdur, şirkətin VN yoxdur. Məsələn, bizim öz şirkətimizdə bizdə mütləq tələb var ki, biz öz VN-imizi, yəni vergi ödəyicisi olduğumuz o nömrələri biz öz veb-saytımıza əlavə edirik və eyni zamanda da ünvan və əlaqə telefonları qoymaq lazımdır. Bu da həmin o vergidəki saytdakı məlumatlarla üst-üstə düşməlidir. Mütləq hüquqi ünvandan veb-saytda qeyd edilən ünvan. Ancaq belə elanlar daha çox şübhə doğurur. Çünki e-mailinə baxsaz ki, hara CV-ni göndərmək lazımdır, onun özü belə çox utopik bir ad olur adətən. Bəzən heç mail də olmur. Heç mail də olmur. Kiməsə zəng edirsiniz və artıq burada qaçmaq lazımdır. Çünki belə çox şirinlikləndirmə kimi gəlir, cəlb eləyir, amma risklər və təhlükələr daha çoxdur və sonradan peşman olmamaq üçün əlbəttə ki, daha güvənilir şirkətlərə müraciət eləmək lazımdır. Xaricdə bir çox saytlar var. Bunun adlarını çəkmək istəmirəm indi. Amma 2-3 sayt var ki, beynəlxalq onlayn iş, yəni elanı həmişə paylaşan saytlar. Orada hər zaman etibarlılıq var. Çünki orada siz rahat şəkildə rəyləri oxuya bilərsiniz, rəylərlə tanış ola bilərsiniz. İnsanlar öz təcrübələrini paylaşırlar və bu artıq real rəylər olduğu onun yüzlərlə, yüz minlərlə olan rəylərindən sonra başa düşülür. Əslində əgər tamaşaçılarımıza faydalı olacaqsa o şirkətlərin adını çəkə bilərsiniz. Upwork-dur daha çox developerlar üçün, yəqin ki onu bilirsiniz. Remotely var. Bu kimi saytlar əslində daha güvənlidir. Amma ondan başqa saytların adını desəz mən inanmıram. Son vaxtlar çox paylaşırlar LinkedIn-də AI-dan çıxan məlumatlardır, süni intellektdən və süni intellektdə bir çox vaxt həmin məlumatları mənbə istənilmədiyi halda uydurur və uydurma bir saytlar belə sizə verə bilər və kitab adları belə verə bilər. Buna da diqqət etmək lazımdır. Məsələn, çox postlar görürəm ki, onlayn işlər üçün, daha çox evdən işləmək üçün bu kimi saytlar var. Amma əlbəttə ki, dediyim kimi də bir neçə dəfə araşdırıb ondan sonra etibar eləmək mümkündür. Çünki bir çox hallarda şəxsi məlumatların istifadəsi və verilənlər bazası üçün lazım olan məlumatların yığılması üçün istifadə olunur. Buna görə biraz diqqətli olmaq lazımdır. Və sizcə iş axtaranda mütləq elanları rəsmi səhifələrdən götürməli? Məsələn, sizin, mənim kimi bir adam paylaşa bilər ki, bizim iş yerimizə filan işçi axtarılır. Mən belə paylaşanda hər zaman daha detallı məlumatlar paylaşmağa çalışıram. Öz məsələn şirkətimizə əməkdaşları cəlb etməyə çalışanda həmişə şirkətin rəsmi saytı olur, şirkətin rəsmi insan resursları e-maili olur və bizim də onsuz da şirkət rəsmi olduğuna görə, bütün lisenziyalar da olduğuna görə hər hansısa bir əziyyət çəkmirik. Amma güvəndikləri insanların paylaşdıqları linklər olanda əlbəttə ki, bunu dəyərləndirmək olar. Amma yenə də araşdırmaq lazımdır. Hər zaman onu deyirəm. Bizə nümunəvi şərti bir elan deyə bilərsiniz, hansına ki, doğrudan etibar eləyə bilərik? Həmin elanda mütləq iş təsnifatı düzgün qeyd edilməlidir. Məsələn, yalnız xanımlara da deyilir, amma hansı iş görüldüyü bəlli deyil. İş təsnifatı düzgün şəkildə qeyd edilməlidir. Məsələn, məhsul sahibi axtarılırsa, məhsul sahibi hansı işləri görəcəkdir, kimə tabe olacaqdır və öz CV-sini hansı e-maila göndərməlidir, kiminlə əlaqə saxlaya bilər artıq sualı olsa və həmin şirkətin adı mütləq qeyd edilməlidir. Əmək haqqı barədə biraz bu artıq şirkətin öz daxili strategiyasına görə müəyyən olunur ki, əmək haqqını qeyd etsinlər yoxsa yox. Bu tam da qeyd edilməyə də bilər. Amma mütləq şəkildə şirkətin rəsmi saytı olmalıdır, rəsmi hüquq ünvanı olmalıdır. Bu elanda paylaşılmaya da bilər, amma artıq şirkətin adına baxanda siz bunu elanı axtarış verəndə hansı şirkətdir, onun veb-saytında, rəsmi veb-saytında hər bir məlumatı tapmalısınız, yəni mütləq. Bir də onlayn iş dedikdə bir çox insanlar bunu tək başına görülən bir iş kimi düşünür, amma onlayn platformalarda da kifayət qədər komanda ruhuna ehtiyac olur. Bəli. İstəyirəm söhbətimizin bu yerində Maqi Ləmanın bununla bağlı hazırladığı süjeti izləyək, daha sonra elə mövzu ilə bağlı sizə sualım olacaq. Tək bir insan uzaqlara gedə bilər, amma yalnız bir komanda dünyanı dəyişə bilər. Komanda ruhu bəzən bir orkestrın ahəngi, bəzən isə quşların birlikdə uçuşu kimidir. Yəni hər bir fərdin öz gücünü ümumi məqsəd naminə paylaşması. Lakin bu ruh öz-özünə yaranmır. O düzgün formalaşdırılmalı, yetişdirilməli və qorunmalıdır.
Komanda ruhunun yaranması ilk növbədə məqsədlərin aydın müəyyən olunmasından başlayır. İnsanlar birlikdə bir zirvəyə doğru yürüyürlərsə, o zirvənin harda olduğunu bilməlidirlər. Anlaşılmazlıq və qeyri-müəyyənlik ən güclü potensiala malik kollektivin belə yollarını çaşdırar. Lakin məqsədlər açıq, dəyərlər paylaşılmış olduqda komanda ruhu da nəfəs almağa başlayır. Liderin rolu burada xüsusi önəmlidir. Güclü lider təkcə göstəriş verən deyil, həm də ilhamlandıran biridir. O, öz nümunəsi ilə komanda üzvlərinə məsuliyyət və inam hissi yaradır, hər kəsin bacarığını üzə çıxarmağa şərait yaradır. Çünki komanda fərdlərdən ibarət olsa da, yalnız onlar bir-birini tamamlayanda güclənir. Digər tərəfdən hər bir fərd özünü dəyərli hiss eləməlidir. İnsanlar ancaq qiymətləndirildiklərini hiss etdikdə həqiqətən komandaya bağlı olurlar. Tənqid eləmək asandır, amma ruh yaratmaq üçün motivasiya və dəstək vermək lazımdır. Ən kiçik nailiyyətlər belə qeyd olunmalı, hər üzvün töhfəsi görünməli və dəyərləndirilməlidir. Çünki komanda ruhu sadəcə qaydalar və tapşırıqlarla formalaşmır. İnam, hörmət və birgə uğurların nəticəsidir. Sonda isə unutmayaq ki, ən güclü komandalar birlikdə gülən, birlikdə çətinliklərə sinə gərənlərdir. Hər kəs özünü biz kimi hiss eləyəndə, necə deyərlər, birimiz hamımız, hamımız birimiz üçün olanda komanda ruhu əsl gücünə qovuşur. Türkan xanım, sizcə onlayn platformalarda, onlayn mühitdə komanda ruhu necə yaratmaq olar? Bu mənim üçün ən ağrılı məqamlardan biridir bir sahibkar olaraq. Çünki hər zaman komandadakı fərdlər istəyirlər ki, daha çox evdən işləsinlər. Başa düşürəm onları, çünki bu daha çox onların nəqliyyat xərclərinə qənaət olur, vaxta qənaət olur, yolda itirilən vaxta və evdə daha rahat hiss eləyirlər özlərini. Amma bir çox hallarda produktivlik olmur, effektivlik aşağı olur və komanda ruhu siz demiş olmur. Niyə? Çünki mənim özüm universitetdə onlayn bir dərs götürmüşdüm və həmin dərsdə mən qrup yoldaşlarımı tanımıram, amma hansı dərslərdə ki, mən daha üzbəüzdə onları görmüşəm, onlarla daha sıx və münasibətlərim var və sosiallaşa bilirik. Onlaynın mən ən çox orada narahatlığını yaşayırdım, çünki rahat şəkildə öz sualını verə bilmirsən və yaxud da müzakirə etmək istədiyin mövzunu çox limitli şəkildə açırsan. Hətta o proqramda 40 dəqiqədən premium olmayanda 40 dəqiqəlik bir müddətdə insanlar iclaslarını sıxışdırmağa çalışırlar. Bu da çox çətinlik yaradır. Ona görə bu sosiallaşmaq üçün, iş yoldaşları ilə bir kollaborasiyanın olması üçün mənə elə gəlir ki, tamamilə onlayn iş rejimi əslində insanları izolyasiya eləyir və onlara zərərdir. Buna görə əslində Kaliforniyada çox maraqlı bir iş rejiminə keçdilər. Onlar da onsuz da pandemiyadan sonra qlobal bütün şirkətlərdə demək olar ki, 70% şirkətlərdə remote işdir, yəni hibrid iş rejimi var. Yarı ofis, yarı evdən işləmə. Kaliforniyada isə bu il iyulun 1-dən etibarən artıq qərar verilib ki, ən azı həftədə 4 dəfə işdə olmaq lazımdır. Bir gün sadəcə evdə qala bilərsiniz. Çünki bu insanların bir-biri ilə vaxt keçirməyinə və bir-biri ilə daha yaxşı fikir mübadiləsi aparmağına kömək eləyir və hətta deyərdim ki, tamamilə onlayn iş rejiminin də sayı məsələn 2023-də 31% işləyirdisə, bu 2024-də daha aşağı düşmüşdü və 20%-lərdə artıq enmişdi həmin o sırf onlayn işləmək. Amma hibrid iş rejimi daha populyarlaşıbdı artıq və yarı ofis, yarı evdən işləmək daha məntiqli gəlir hamıya. Mən də tam sizdən bunu soruşacaqdım ki, sizcə distant iş modeli gələcəyin əsas iş forması olacaq? Çünki bilirsiniz, bu biraz populyar bir mövzudur. Hamı bunu müzakirə edir ki, rəqəmsal dövr və s. Yəni sizcə gözlənilir belə bir şey? Belə bir şey gözlənilmir. Çox belə deyim də artacağı gözlənilmir. Mənim ən azından proqnozuma görə. Çünki statistikaya baxıram, Business Insider'ın apardığı bir çox sorğuların nəticələrinə baxıram. İnsanlar arasında keçirilən, əməkdaşlar arasında keçirilən sorğuda belə hamısı onlayn iş rejimini istəmir. Daha çox dediyim kimi hibridi istəyirlər. Məsələn 2 gün evdən və yaxud 3 gün ofisdən və yaxud da ki tam tərsi. Çünki bu həm sosiallaşmağa kömək eləyir, həm özlərinə müəyyən bir vaxt ayırmağa kömək eləyir. Amma tam fokus ola bilmək üçün yenə də hamı ofisə gəlir. Bu da reallıqdır. Bir də məsələn süni intellektin istifadəsinə görə bir çox hallarda deyirlər ki, süni intellekt gələcəkdə biz işimizi itirəcəyik. Bununla bağlı rahatlıq vermək istəyirəm ki, elə bir şey olmayacaq. Çünki
kreativlik tələb olunan işlərdə süni intellekt sizi əvəz eləyə bilməz və yaxud da tibb sahəsində neyrocərrahın gördüyü işi süni intellekt edə bilməz. Çünki burada artıq şəxsi inisiativ və əl əməyi belə var. Ona görə o kreativlik çox tələb olunan, beyin istifadə edilməsi çox lazım olan işlərdə süni intellekt sadəcə siz düzgün promptlar verdiyiniz halda sizə dəstək ola bilər, sizə asistanlıq eləyə bilər, nəinki sizin işinizi əlinizdən alsın. Sizcə Azərbaycanda onlayn işlərə münasibət necədir? Bunu ciddi bir karyera kimi görürlər? Görürlər, sadəcə bir çox problemlər yaşanır. Məsələn, xaricdəki şirkətlərə müraciət ediləndə və orada çalışmağa başlayanda əməkdaşların çox qarşılaşdığı problem nədir? Viza ala bilmirlər, çünki arayış lazımdır. Bunu da mütləq rəsmi iş yeri olmalıdır. Burada isə rəsmi iş yeri olmadığına görə hələ ki biraz daha tam isti yanaşılmır, amma Gen Z biraz daha bu Z nəsli daha yaxşı uyumlanmağa çalışır, adaptasiya olmağa çalışır. Amma düşünürəm ki, bir müddət sonra bu Z nəsli daha çox onlayn işlərə maraq salacaq və bir müddət sonra da peşman olub tezdən geri qayıtacaqlar. Çünki bir neçə halları artıq görmüşəm təcrübədə. Baxın, onlayn işlər elədir ki, dünyanın istənilən yeri ilə, xarici vətəndaşlarla və s. müştərilərlə işləyə bilirsən. Bəs ödəniş proseslərindəki o təhlükəsizliyi necə təmin edə bilərik? Ödəniş təşkilatında olduğum üçün belə deyəcəm ki, burada müəyyən bir lisenziyalar və sertifikatlar var. Əgər ödənişləri almaq təklifi verilsə, göndərilən hər linki açmaq lazım deyil və mütləq həmin şirkətlərin etibarlı şirkətlər olduğu və tanınan şirkətlər olduğu, ən azından Mərkəzi Bankın verdiyi lisenziyaların olduğuna diqqət etmək lazımdır. Çünki bir çox hallarda indi daha çox fırıldaqçılıq halı, onsuz da ödənişlərdə baş verir. Ona görə beynəlxalq tanıdığımız şirkətlər var, ödəniş təşkilatları məşhur 3-4 şirkətdir. Onların vasitəsilə olanda problem yoxdur. Amma yenə də bu nə qədər qanunidir, buna baxmaq lazımdır. İşin leqal tərəfləri daha çox lazımlı olur. Çünki mədaxil necə formada baş verir, iş üçündürsə bu kommersiya məqsədli mütləq ölkədə məlumat verilməlidir bununla bağlı. Baxın, indi offlayn işləyirsiniz. Onlayn çalışdığınız dövrdən çox nə üçün darıxa bilərsiniz? Məsələn, onlayn işdə olub da offlaynda olmayan ən yaxşı cəhət nədir? Bunu biz hibrid modeli ilə daha yaxşı şəkildə optimizasiya edə bildiyimiz üçün mən darıxmıram. Məsələn, mən onlayn da işləyirəm, offlayn da işləyirəm. Çünki hibrid modeli buna bizə icazə verir. Yəni tamamilə onlaynın əleyhinəyəm, belə deyim. Amma hibrid modeli olanda, yəni bu kimi iş elanlarında çox artdığını görə bilərsiniz. Çünki hibrid modelində həm özün tək qalıb bunun fərqini anlaya bilirsən, həm də ofisə gedib o bir yerdə sosiallaşaraq və izolyasiya olmadan bunu anlaya bilirsən. Amma hamımız əslində pandemiya dövründə tamamilə onlayn rejimdə olduğumuza görə biz hamımız bilirik ki, necə izolyasiya bizi artıq depressiv eləməyə başlayırdı və narahat eləməyə başlayırdı. Ona görə siz də yəqin ki, razı olarsınız məndən ki, tamamilə onlayn iş mühiti artıq bir müddətdən sonra yorur Ümumi və rifaha narahat da edir. yaxşı təsir eləmir. Bəli, yəni bir çox insanlar kilo almışlar, hətta onu xatırlayıram. Düzdür, pandemiya dövründə çox populyar bir məsələ idi, bu barədə çox danışırdılar. Türkan xanım, çox sağ olun gəldiyiniz üçün, təşəkkür edirik. Çox sağ olun dəvət üçün, mən təşəkkür edirəm. Belə dostlar, burada bizə ayrılan vaxtın sonuna çatırıq. Bugün də bizimlə olduğunuz üçün təşəkkür edirik. Siz rəy və təkliflərinizi bizə sosial şəbəkələrimiz vasitəsilə yazmağı unutmayın. Sağ olun.